Salam değerli izleyicilerim, kanalıma hoş geldiniz. Mərhum xalq artisti Yaşar Nuri'nin qızı İlviyə Yaşar qızının 3 və 7 mərasimi Təzəpir məscidində keçirilib. Məclisdə tanınmış simalar az görünməsinə baxmayaraq bir sıra sənət adamları mərasimə qatılır. Tədbirdə xalq artisti Fatma Mahmudova, xalq artisti Firəngiz Mütəllimova, qarmon ifaçısı Gülfər Rızayeva, əməkdar artisti Kübra Əliyeva, Hacı Nuran, prodüser Sayqa Cahid, müğənni Səbinə Seycan, rəqqasə Səma, iş xanımı Rəhimə Əkbərova, xalq artisti Eldəniz Zeynalovun qızı Güya Zeynalova, stilist Nigar İbrahimova, müğənni Canan Əlegin, xalq artisti Məlikə Əsədova, eləcə də mərhumun yaxın qohumları, tanınmış aktyor Nicat Rəhimov və müğənni Rüfət Axınov iştirak ediblər. Qeyd edək ki, xalq artisti Yaşar Nuri 2012-ci ilin noyabrında 61 yaşında vəfat edib. O iki qız atası idi. Ürək tutmasından vəfat edən İlviyə böyük qızı olub. Digər qızı Ülkər isə müğənniliklə məşğul olur.